Evet, səs yaxşı gəlirmi? Çox da əmin deyiləm. İndilik nauşinksiz, daha doğrusu qulaqçıqsız çəkirəm. İnşallah səs yaxşıdır. Mikrofonu yaxın tuturam. Telefonun mikrofonunu. İndi baxaq. Sualları cavablandıraq. Evgünə Allahdan rəhmət diləyirəm və videoya keçirəm. Ən böyük hədəfin nədir? Həm YouTube'da, həm də gerçək həyatda. Çox sağ ol. 900 əslində abunəm ya da abunən deməyə çox da yaxşı baxmayım. Nəticədə hamımız bir olduq yəni. Tək başıma mən 900 abunəm olacaqdım ki sanki. Sizin dəstəyiniz olmasaydı çətin. Neysə. Keçək sualın cavabına. YouTube'dakı ən böyük hədəfim AzTube'ni gelişdirməkdir və də ki də çılğın videolar çəkə bilməkdir. Gerçi həyatdakı yaxşı istədiyim kimi bir həyata qovuşmaq. Harda yaşayırsan? Aslanbəylidə, Qazax rayon. Evə canım sıxıldı, YouTube'a başladım yani. Hədəfin nədir bu? Hədəfimi demişdim, amma yenə də təkrar edim. Hədəfim AzTube'ni yüksəltmək və də ki də maraqlı içəriklər çıxartmaq. Düşünürdümü? Buraya qədər gələcəyimi düşünürdümü? Yəni düşünürdüm sayılar. Belə inancım var idi. Gələcəyimi bilmirdim, amma içimdə bir his var idi. Zaten ona görə hədəf qoymuşdum. Yəni inancım var idi ki 900'ə bir gün bəlkə çataram deyə. Məsələn mənim inancım hələ bəlkə 1000 abunədən də çox abunəm ola bilər. Hatta bəlkə 1 milyonu da keçmə ehtimalım ola bilər. Çünki Azərbaycanın ən böyük kanallarının nə səviyyədə abunə yığdığını gördükdən sonra inancım artdı. Ki burada nəzərdə tutduğum Kənd Həyatı və Nicat Azadlı kanallarının nə qədər abunəyə sahib olduğunu gördükdən sonra inancım daha çox artdı. Üstəlik bəzi suallar verilmədi, amma onların da verilə biləcəyini düşünərekdən bəzi suallar özümdən deyim. Məsələn, YouTube'u buraxmaq istədim. Yalan yoxdur yəni indi. Tanıdığım YouTuberlərin bəziləri mənimlə bu işə başlayan, mənimlə ilk vaxtlarda tanışan bir çox YouTuber vardı. Məsələn 100 abunələrdə, 200'lərdə, 60'larda falan tanışdığım YouTuberlər var idi. Bir çoxu da buraxdı YouTube'yi yəni. Tək başıma qalmış kimi hiss etdim onda, amma davam etdim yəni. Çünki əgər bir şeyləri başara bilmək istəyirsəmsə, ya da birinin ürəyinə toxuna bilmək istəyirsəmsə, həmişə irəliyə getməliyəm kimi gəlir mənə. Yəni zirvəyə çıxana qədər zirvəyi hədəfləmək və o yolda səbirlə getmək gərəkir kimi gəlirdi. Ona görə YouTube'a davam etdim. Başqa sual yox idi da, hamısını cavablandırdım. Bir də bu aralar YouTube'a daha çox YouTube'a hələ də davam etmə ehtimalım çox möhtəməldir. Çünki AzTube artıq inkişaf etməyə başladı. İlk başlar bir artı olaraq da AzTube'də qalmamın nədənlərindən birisi də AzTube'yə keçdikdən sonra, yəni Azərbaycan YouTuberi olmağa çalışdıqdan sonra Azərbaycan YouTuberlərini də izlədim ki, bu da mənə bir yerdə yaxşı oldu. Hər nə qədər bəzi bildiyiniz reklamları edən YouTuberlər olsa da,
bəzi YouTuberlər də var. Ev-işdiridə bu kanallar ev-işdiri ilə olsun Azərbaycan irəliyə gətirir. Az-Tube daha doğrusu irəliyə gətirir. Ondan sonra maraqlı içəriklərlə, məsələn, MrBeast-in içəriyini buraya gətirərək maraqlı etməyə çalışırlar. Türkiyədən gördüyü içərikləri gətirməyə çalışırlar. Nə bilim, fərqli oyunlarda filan qədər abunələrə ulaşaraq Azərbaycanın səsini az da olsa duyura bilirlər, yəni. Free Fire oyunu kimi, PUBG oyunu kimi yerinin artıq kanalları açılıb. Eşitdiri kanalları açılıb. Murad Sonara bənzər eleştirilər edən Kinozavr serisinə sahib bir kanal açılıb. Texniklub adında YouTube haqqında və bildiyin Türkiyədə belə texnoloji ilə əlaqəli olan bir çox məlumatı verən kanallar kimi bir kanal açılıb, yəni. Bu səbəbdən inkişaf edir ona görə, mənə görə Az-Tube. Ona görə daha da marağımı yaranır. Çünki sadəcə TikTokdan ibarət o TikTok içəriklərini izləyib tepki verib, nə bilim, bildiyiniz reklamadan qoyan YouTuberlərdən ibarət yox. Ya da sadəcə TikTokdan gələnlər yox. Artıq maraqlı içəriklər çəkənlər də var və bunlar da qabağa gəlir. O səbəbdən davam etmək istəyirəm hələ də. Evet, yeni suallar da gəlmiş, ona da baxaq. Bir, təbii ki də yox. 2. 2025 ili itibarilə onu qurtarırıq. 3. Yox. Yalan söyləməyə gerek yox, yəni.